31 mart gecə iradələrində TikTok sosial şəbəkəsində bizim dostlarımızı paylaşdılar söyüşlə, təhqirlə. Sonradan isə bizi təhdid eləyib və sizi də paylaşacağam, ailənizi paylaşacağam deyərək mənim ailəmi TikTok sosial şəbəkəsində paylaşıb təhqir edir. Məsələ ilə bağlı Gəncə şəhər polis idarəsindən Xəzər xəbərə bildirilib ki, Fərid Həsənovun şikayəti 2-ci polis şöbəsində araşdırılaraq Gəncə şəhər prokurorluğuna göndərilib. Çünki şikayət maddəsi prokurorluğa aiddir. Prokurorluqda cinayət işinin başlanılması rədd edilib və izah olunub ki, mülki ittiham qaydasında məhkəməyə müraciət etsin. Vətəndaş prokurorluqda qəbulda olub və ona hüquqları izah olunub. Bu tip hadisələrin qurbanı olmuş, bu tip hadisələrdən zərər çəkmiş şəxslər Azərbaycan Respublikasında prokurorluq orqanlarına şikayət ərizəsilə müraciət etməlidirlər və bu tip hadisələrin ümumiyyətlə bu maddə ilə bağlı qanunsuzluğun araşdırılması səlahiyyəti və vəzifəsi prokurorluq orqanlarının üzərinə düşür. Hüquqşünas onu da bildirib ki, bu halda isə şikayətçi Fərid Həsənov məhkəməyə müraciət edə bilər. Kəmandar Hüseynov onu da deyib ki, internet informasiya resurslarında saxta profillərin açılması, yaradılması, həmin hesab və profillərdə başqa şəxslərə məxsus böhtan xarakterli məlumatların nümayiş etdirilməsi cinayət sayılır və bu tip hadisələri törədən şəxsləri 2000 manata qədər cərimə cəzası, habelə 2 ilə qədər islah işləri cəzası, həmçinin 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.